Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Çox mesajı ürəyə nəzərə alaraq hər fəndən bir mövzu üzrə nümunə hazırlamışam sizlər üçün. Diqqətlə baxın, tam olaraq suallarınıza aydınlıq gəlsin. Çox təəssüflər olsun ki, müəllimlərimizi daha çox planlaşdırmaların xarici görünüşü cəlb edir və kifayət qədər səhifələrdə planlaşdırmalar var. Müəllimlər mütləq onun içərisinə baxaraq onlardan istifadə eləyin. Bu mövzular, baxın, yenə də təkrar etmək istəyirəm ki, bu mövzular icmal mövzuları deyil, bunlar müsahibə mövzularıdır. Müəllimlərin işə qəbul səhifəsində ora yazılmayıb ki, icmal mövzuları. Mən düşünürəm ki, mən öz qərarıma əsasən, öz gördüklərimə əsasən, öz etdiyimə əsasən icmalı aparmağa ehtiyac yoxdur. Soruşursunuz ki, bir mövzunun icmalını hazırlamalıyıq, yoxsa 5 mövzunun? Təbii ki, 5 mövzunun da icmalını özünüz üçün hazırlayırsınız bunu. Bunu da ona görə hazırlayırsınız ki, siz buna hazırlaşırsınız. Bəs əsas məqam nədir? Tam aydınlığından çatdırıram sizə. Təbii ki, hər mövzunun standartı və təlim nəticəsi başqadır. Həmçinin də onun dərsə cəlb etmə hissəsi. Bu hissələri tam dəqiqliyi ilə yadda saxlayırsınız. Digər hissələrdə resursdur, sonra iş üsuludur, iş formasıdır və s. kimi üsullarda isə refleksiyanın özünü də qeyd etmədimsə bir də deyim. Yəni bunu hamısına bir refleksiya yaza bilərsiniz, eyni şeyi. Onsuz da əgər ki soruşulsa, sizdən yalnız bir mövzunun refleksiyası soruşula bilər. Və siz də bunu bir dənəsini deyirsiniz. O nə bilir ki, siz hamısını eynisini hazırlamısınız. Siz sadəcə evdə hazırlaşıb müsahibəyə hazırlıqlı gəlmisiniz. Nədir məsələ? Bax, mənim bu planlaşdırmam mükəmməl deyil. Amma hər şey yeri yerindədir. Nədir məsələ? Ümumiyyətlə, MİQ imtahanında iştirak edən müəllim mükəmməl planlaşdırma hazırlaya bilməz və ondan heç kəs planlaşdırma istəyə bilməz. Hələ gör neçə ildir, bunu hər dəfə qeyd edirəm, məktəblər var, planlaşdırma var. Hələ tam dolğun, yekun vahid planlaşdırma heç yerdə yoxdur. Hələ də açılıb baxılası olsa, hər bir planlaşdırmada səhvlər var. Hətta metodik vəsaitlərdə belə böyük səhvlər var. Məsələn, bizə öyrədilir ki, 3-dən artıq təlim nəticəsi olmaz. Metodik vəsaitlərdə 4-5 təlim nəticəsi görürük. Və yaxud da ki, reallaşması üçün 5-6 standart görürük. Doğrudurmu? Doğru deyil. Və yaxud da qiymətləndirmə hissədə yazılır ki, müəllimin köməyi ilə edir, çətinliklə edir, nə bilim, nə edir. Bu formalarda qiymətləndirmə mi olar da? Bunun rəqəm ənənəvi qiymətləndirməsindən nə fərqi qaldı ki, yəni müəllimin köməyi ilə nə edir, nə edir, müəllim nə qədər kömək edir buna? Yəni bunlar səhv məqamlardır onsuz da. Ona görə də siz planlaşdırmanızı sadəcə özünüz üçün hazırlayırsınız. Baxın, burada biz ibtidai sinif üçün həcm. Sizə bu planlaşdırma ilə bağlı, icmalla bağlı hansı sualı verə bilər? Deyəcək ki, mövzularınızdan birini seçin, onu şagirdlərinizə təqdim edin və yaxud da ki, o mövzunu təqdim edin. Deyirsiniz ki, ilk öncə mövzumun standart hissəsini müəyyənləşdirərəm, yazaram və həmən standartdan təlim nəticələrimi seçərəm. Təlim nəticəsinə uyğun qiymətlənmə meyarımı, deyək ki, seçirsiniz də orada. Məsələn, sizə həcm mövzusundan danışmaq istəyərdim. Həcm mövzusunda təlim nəticəm budur, standartım budur. Resurslarım bunlardır, dəstlik, iş dəftəri, vahid kublar, müxtəlif əşyalar, iş vərəqləri, lövhə. İndi 3-ün 4-ünü saydınız, bəsdir. İnteqrasiya olaraq texnologiya və həyat bilgisi fənnini inteqrasiya edirəm bu deməli, fəaliyyətlərə. Dərsə cəlb etmə hissəsində bunları edirəm. Kollektivlə iş, cütlərlə iş formalarını istifadə edə bilərəm. İş üsulları olaraq bunlardan, yəni bu formalarda siz uzağı təqdim edə bilərsiniz bunu. Amma planlaşdırmanı icmalı əlinizdə varsa, İstənilən icmaldan səhv tutarlar, yəni. Ona görə də, müəllimlər, icmalın hər 5-ini evdə hazırlaşırsınız. Standart, təlim nəticəsi hissəsini, ən az bir standartınızı əzbər bilməlisiniz ki, rahat olasınız. Hər mövzudan bir standartınızı əzbər biləcəksiniz. Bu da, yenə deyirəm, sizin ixtisasınızdır. Bunu çox rahat yadda saxlaya bilərsiniz. Bu, ibtidai sinif üçün həcm mövzusunun, demək, icmalıdır. Baxaq burada qiymətləndirmə hissəyə. Baxın. Demək, qiymətləndirmə hissədə birinci səviyyə vahid kubdan istifadə etməklə fiqurun həcmini müəyyənləşdirir. Bax, gördünüz, bu formalarda səviyyələri də hazırdır. Bu forma dediyim götürə biləsiniz. Gələk digər hissəyə, Azərbaycan dili üçün biraz kiçildək. 5-ci sinifdə olan bir mövzudur. Demək, mövzu dinlənilən mətndə əsas fikrin müəyyən edilməsi. Biz bununla bağlı həm standartımızı gördük. Oradakı 5 rəqəmi sinifi bildirir. Təzə metodik vəsaitlərdə ən çox dil Azərbaycan dilində artıq siniflərdə göstərilir.
Gördüyünüz kimi yenə də cəlb etmə hissəsi, qiymətlənmə meyarı, hansı iş forması, hansı iş üsulları və ən sonda isə refleksiya və demək səviyyələr üzrə qiymətləndirmə. Bu qiymətləndirmə ilə bağlı sonda bir fikir səsləndirəcəm. Vaxt itirmədən hər birini göstərim. Baxaq, bu ədəbiyyat fənni üçün bizim planlaşdırma nümunəmizdir bir mövzudan. Sonra bu bizim riyaziyyatdan 9 sinifə aid olan mövzudan planlaşdırma nümunəmizdir. Ekran görüntüsü götürə bilərsiniz. Sonra bu bizim tarix fənnindən olan deməli planlaşdırmamızdır. Ekran görüntüsü götürə bilərsiniz. 6-cı sinif mövzusudur. Qədim Roma imperiyası. Sonra bu bizim kimya fənni ilə bağlı. Baxın, sadə distillə, fraksiyalı distillə üsulları. Bunu deməli, burada da 7 rəqəmi, yenə də 7-ci sinifi bildirir. Yəni o 4 rəqəmi görüb, o 7 rəqəmini görüb çaşqınlıq yaşamayın. Qiymətləndirmədə səviyyələr üzrə görürsünüz. Və nəhayət biologiya fənni üzrə bizim həm standartlarımızı, həm təlim nəticəmizi görürsünüz. Sonra digər coğrafiya ilə bağlı alternativ enerji mənbələri ekran görüntüsü götürə bilərsiniz. Sonra bizim fizika fənni ilə bağlı, elektriklərlə bağlı mövzumuzun icmalı. Sonra bizim informatika ilə bağlı mövzumuzun icmalı. Sonra bizim alman dili ilə bağlı hər hansı bir mövzu üzrə baxaq. İcmalımız. Bu alman dilini bilmədiyim üçün. Sonra bu bizim ingilis dilindən bağlı nümunəmiz. Mövzumuzu gördük. 44 günlük müharibə ilə bağlıdır. Bu bizim fransız dilindən bağlı icmal nümunəmiz. Bu bizim texnologiya fənni ilə bağlı icmal nümunəmizdir. Bu bizim musiqi fənni ilə bağlı icmal nümunəmizdir. Təsvir incəsənətinə bağlı icmal nümunəmizdir. Fiziki tərbiyə ilə bağlı bizim icmal nümunəmizdir. Bu qədər. Və qiymətləndirmə hissədə sizdən soruşanda ki, şagirdləri necə qiymətləndirirsiniz? Müəllimlər o zaman cavab verirsiniz ki, şagirdlərimin hər birinin fəaliyyətinə uyğun konstruktiv rəy verərək qiymətləndirirəm. Bacardığım qədər heç səviyyələrdən də istifadə etmirəm. Çünki hardasa bu da müəyyən qədər rəqabət yaradır. Bu fikrimi qeyd edin. Hardasa mütləq şəkildə baxın. Şagirdlərin hər birini qiymətləndirmə zaman onların fəaliyyətinə uyğun konstruktiv rəy verərək qiymətləndirirəm. Bacardığım qədər səviyyələr üzrə də qiymətləndirmə aparmaram. Hardasa bu da müəyyən qədər rəqabət yaradar. Onun əvəzinə formativ qiymətləndirmə zamanı hər bir şagirdin fəaliyyətinə uyğun, onu inkişafa aparan konstruktiv rəy verərək şagirdlərimi qiymətləndirərəm. Belə müəllimlər, ümid edirəm ki, bu videomuzun da sizin üçün çox böyük faydası olacaq. Bu, məsələn, bir nümunədir. Bu nümunəni süni intellekt vasitəsilə, öz bacarığınız vasitəsilə, belə deyək, cəlb etmə hissəni genişləndirə bilərsiniz. Biraz deyək ki, standart hissəni müəyyən bir formaya gətirə bilərsiniz. Yəni, bunların hamısını özünüz qeyd edə bilərsiniz. Çünki siz öz fənninizi məndən də, digər fənn müəllimlərindən də, hətta orada oturan müsahiblərdən də daha yaxşı bilirsiniz. Hər birinizə uğurlar.